Xəzər Media Mərkəzi və Almamedov Media təqdim edir. Biganə, etinadsız, soyuqqanlı və digər bu kimi xüsusiyyətlərə sahib olan insanlarla cəmiyyətdə tez-tez qarşılaşırıq. Bu cür hallar elə həddə çatıb ki, hətta gözümüzün qarşısında baş verənlərə reaksiya belə göstərmirik. Gələcəyimizin təminatı olan uşaqlara qarşı cəmiyyət tərəfindən göstərilən biganə münasibətə isə ümumiyyətlə heç nə ilə haqq qazandırmaq mümkün deyil. Ancaq təəssüflər olsun ki, belə hallar mövcuddur. Cəmiyyətdəki biganəliyi yoxlamaq üçün qərara gəldik ki, itmiş qəhrəmanımızın olduğu ərazidə şəkillərini asaq. Görürsən, insanlar gözlərinin önündə olan şəkilə baxıb uşağın itdiyini anlayaraq yardım edəcəklərmi? Əziz tamaşaçılar, olduqca maraqlı sosial eksperiment keçiririk. Gördüyünüz kimi uşaq itkisi ilə bağlıdır. Xala, özürlü hesab edin, sizi narahat edirəm. Uşağı itib, sadəcə bir dənə soruşun. Əgər birdən belə bir uşaq görsəz, yəni götürün də, saxlayın da əlinizdə, xahiş edirəm. Görsəz deyərsə də bu ərazidə, yəni götürün də, bunu götürə bilməz. Bildim, yadımda qaldı. Xanım, uşaq itib, xahiş edirəm, sadəcə bunu götürə bilərsiniz. Bu ərazidə itib, əgər görsəz xəbər eləyərsiniz də, xahiş edirəm. Xanım, bir dəqiqə siz olar. Xanım, bizdə elə bir uşaq itib, əmimin qızı da elə bu ərazidə hardasa itib. Deyirdim sizdən zəhmət deyilsə, bir dənə bunu özünüzdə saxlayarsanız, bəlkə görərsiniz hardasa burada. Yəni görsəz xəbər eləyərsiniz də, nömrə orada var da, zəhmət olmasa, oldu mu? Çox sağ olun xanım, çox sağ olun. Xanım, bir dəqiqə olar sizi. Xanım, uşaq itib, yəni bilməm, indi kömək istəyirəm də sizdən də. Əgər hardasa bu ərazidə itib, əmim qızı da tapa bilmirik, səhər tezdən itirmişik. Yəni görüb nəsə bir şey desəz, yəni həmin nömrəyə yazarsınız da. Ha, olur. Salam, görüş bir dəqiqə vaxtınızı ala bilərəm. Bəlkə uşaq itib, sadəcə kömək lazımdır da, bunu verim də sizə. Qardaş, salam əleykum, bir dəqiqə olar. Qardaş, uşaq itib, əgər birdən görsəz bu cür uşaq, yəni xəbər eləyərsiniz də, yazın, nömrələr də var. Yəni əmim qızı da, götürün də, özünüzlə götürün. Yəni görsəz, bu ərazidə itib, sap eləmişik ki, insanlara paylayaq. Sağ ol qardaş, sağ ol. Xala, salam. Bir dəqiqə olar vaxtınızı alın. Xala, uşaq itib, sadəcə dedim, sap eləmişəm. Yəni görsəz xəbər elərsiniz də bu ərazidə itib. Özünüzlə saxlaya bilərsiniz, saxlaya bilmərsiniz, kömək elə bilmərsiniz. Xanım, salam. Xanım, uşaq itib. Əgər görsəz, yəni bu ərazidə itib də, yəni əmim qızı da axtarıq, səhər tezdən itib.
dəqiqə vaxtınız olar. Uşaq itib, xahiş edirəm bunu götürərsiniz. Əgər görsəz, yəni xəbər eləyərsiniz, nömrələr yazılıb da. Bəli, itib bu ərazidə itib, əmin qızıdır, ona görə səhər tezdən itirmişik. Sağ olun. Uşaq itib, əmin qız itib də. Səhər tezdən burada bu ərazilərdə hardasa itirmişik, ona görə çap edib insanlara paylayırıq da, bəlkə hər hansı bir kömək edək. Əgər görsəz, yəni bu nömrəyə zəng edərsiniz. Zəhmət olmasa. Oldu qədər. Yəni ətrafınıza biraz diqqətli olun da, biraz diqqətlə baxın ətrafınıza. Bəlkə buralarda hardasa görərsiniz. Çünki elə olur ki, həyatda məsəl üçün bir çox şeyləri adam orada-burada axtarır. Amma hər şey yanımızdaymış. İnşallah. Oldu, sağ olun. Xala uşaq itib, Lalə Ramazanovdur, əmim qızıdır. Yəni bu nömrəyə, gördüyünüz nömrəyə zəng edərsiniz, əgər görsəz. İstəyirsiniz, saxlayın da bunu, xahiş edirəm. Yəni ola bilər gözünüzün qabağınızda, yəni ki, ola bilər görəsiniz təsadüfi də. Bu ərazilər də hardasa itibdə, yəni götürə bilərsiniz, bunu saxlayarsınız da özünüzdə. Görsəz, sadəcə nömrəyə zəng edin. Sizdən nə gedir ki, əzizlər? Oldu, sağ olun. Qardaş, üzr istəyirəm, vaxtınızı alıram. Qardaş, əgər mümkün olsa bunu götürərdiniz, uşağı itib, əmim qızıdır da, yəni birdən görüb, yəni görsəz, yəni bu nömrə ilə əlaqə saxlayarsınız, xahiş edirəm, yaxşı. Ola bilər ətrafınızda bu ərazidə itib, ona görə baxın ətrafınıza, diqqətli olun bəlkə. Xanım, uşaq itib, əmin qızıdır da. Adətən elə bir şeyləri biz uzaqda axtarırıq, amma gəlir öz ətrafımızdan tapırıq. Bunu saxlayayım mı özümdə? Yəni saxlayın, bəli, saxlayın. Əgər görsəz, yəni oldu, sağ olun. Dayı, uşaq itib, zəhmət olmasa bunu özünüzdə saxlaya bilərsiniz. Yəni görsəz, zəng edərsiniz də. Kömək eləmək istəmirsiniz dayı? Yəni çətindir də dayı kömək eləmək, düzdürmü? Dayı, uşaq itib, əmim qızıdır da. Yəni ətrafınızda hardasa görsəniz, xəbər eləyərsiniz də. Yəni baxın belə, istəyirsinizsə. Yəni sizə saxlayıram bunu. Yəni görsəz, çünki adətən biz elə bir şeyləri uzaqda axtarırıq, amma gəlir öz yanımızdan, yəni öz ətrafımızdan çıxır da. Yəni əgər baxın, diqqətli olun, fikir verin. Əgər görsəz, zəhmət olmasa nömrə. Nə vaxt itib beləsin? Bugün səhər tezdən itib, biz də bu ərazidə itirmişik də. Axtarıq, nə qədər edirik. Lalə Ramazanova, 8 yaşı var, 1.30 boyudur. Nömrə də gördüyünüz, yəni saç rəngi, boyu, telefon, hamısını yazmışıq da. Mümkün olsa, narahat oldum. oldu yaxşı. Belə bu tərəflərdə, yəni belə gedirsiniz siz. Hə, belə indi baxarsınız da böyrünüzə, başınıza olsa. Yaxşı, sağ olun, sağ olun, sağ olun.
Qardaş, uşağı itib, sadəcə kömək lazımdır. Əgər görsəz belə bir uşağı bu ərazilərdə hardasa itib, görsəz deyərsiniz də, tamam, əgər görüb qoy qalsın sizdə əgər. Xəzər TV çəkilişi diqqətli ol verilişdir. Çox sağ olun ki, diqqətlisiniz. Xanım, çox sağ olun, diqqətli ol verilişdir. Xəzər TV-dən çəkilişdir. İtmiş uşağı demək olar ki, yaxınlaşıb yardım edən olmadı. İnsanların başı öz problemlərinə o qədər qarışıb ki, hətta gözlərinin önündə çarəsiz və köməksiz vəziyyətdə qalan uşağı da görmürlər. Bəziləri isə sadəcə başqasının problemindən mənə nə deyərək etinasızlıq edirlər. Ancaq nə qədər problemlə dolu bir həyatımız, fikirlərlə yüklənən beynimiz olsa da, çarəsiz vəziyyətə düşən uşağa yardım göstərmədən yolumuza davam etməməliyik. Unutmayaq ki, insanlıq borcu hər şeydən öndə olmalıdır. Verilişimiz efirə gedən gündən sizinlə səmimi ünsiyyət qurmağa çalışmışıq. Odur ki, bu ənənəmizə sadiq qalaraq mart ayının 12-si saat 22:00-da Instagram vasitəsilə canlı yayım edəcəyik. Əziz Instagram izləyicilərimiz canlı yayım vasitəsilə bizə ünvanladığınız sualları cavablandıracaq, verilişimizlə bağlı təklif və iradlarınızı dinləyəcəyik.